Norveç neft fondundan bizim neft fondu demək olar ki eyni vaxtda açılır. Norveç neft fondunun ehtiyatları 1,5 trilyon dollardır. Bu da deməkdir ki sizin iktidarın yanlış iqtisadi siyasəti nəticəsində eyni vaxtda açılmış və eyni həcmdə daxil olmalardan bugün bizim 70 milyardımız var və biz onda seçim edirik ki tank mı alaq yoxsa qaz kəmərimi çəkək. Norveç 1,5 trilyon dollar eləyib, onun seçimi yoxdur. İstəsə gəlib Rusiyanı alaq. Yəni biz vaxtımız zamanında Norveçin bizim üzləşdiyi problemləri olubmu? Norveçin ərazi bütövlüyü pozulubmu? Bütün Rusiya qorxusundan yaşayan ölkədir. Yox, Norveçin NATO müdafiə eləyir, ABŞ müdafiə eləyirsinlər, danışırsınız. Elman müəllim, NATO havayı müdafiə eləmir, Amerika heç havayı müdafiə eləmir. Havayı olub, Amerika hamısını edib onlar üçün. Məsələ orasındadır ki, yalnız zamanında deyilən o tənqidlərə, müzakirələrə açılır. Norveçin ərazisi 20% işğal altına düşərdi, onda belərdiniz Norveç nə gündədir? 20% işğal altına düşsəydi. 20% yox idi, bu 80%. 1 milyondan çox məcburi köçkün və qaçqın olsaydı bilərdiniz. Məcburi köçkünə villa tikməmişdiniz ki, dünənə qədər vaqonlarda qalırdılar da, təzə tikdiniz ev eşiklər olaraq. Yəni biz Azərbaycanda yaşamışıq, onlar biz də 300 mindən çox insan evində, bütün çadırlar Yaponiyada Kuril adaları işğaldadır da, Yaponiyanın hələ də. Görürsünüz necə dolanırlar. Siz bizi Yaponiyanın müqayisəsi təşəkkür edirsiniz. Siz belə deyil. Yox, siz Azərbaycanı, mən həmişə deyirəm, Natiq bəylə də görüşdüm. Uganda ilə müqayisə edin. Azərbaycanı Norveç, hansı ki dünya iqtisadiyyatında həyat səviyyəsi ən yüksək səviyyədə olan. Niyə? Bax, niyə ən yüksək səviyyədə? Çünki onların, bax, mən sizə deyim, Norveçin neft şirkətinin binası 1 milyon dollardan ucuza tikilib, bizə neft şirkəti 632 milyona tikilib, 632 milyon daşa betona veririk biz. Norveçlə müqayisə etdiyinizə görə təşəkkür edirəm. Azərbaycan dünyanın birinci, ikinci, üçüncü yerdə olan dünya iqtisadiyyatı üçüncü, dördüncü sonra Yaponiyanı müqayisə etdiyinizə təşəkkür edirəm. Biz inkişafı... Siz deyirsiniz ki, gəlin Ruanda, Azərbaycan iqtidarı o səviyyə bu dövləti gətirib çıxarır ki, müxalifət onu Yaponiya ilə, Norveçlə müqayisə edir. Biz elə görmək istəyirik. Müqayisə etdiniz, artıq etdiniz. İstəyirik ki, Yaponiya özünüz də bilmədən iqtidar necə gözəl təriflədir. Onu uğur hesab edirəm sizə. Halal xoşunuz olsun.